Salam, bu videoda 6-cı siniflər üçün keçirilmiş lisey və gimnaziyalara qəbul sınağının izahına baxırıq. Başlayaq suallarımızın izahına. 21-ci sualda mənə deyir ki, A-nın 2-yə nisbəti 6-nın B-yə nisbətidir. Belə olan halda mən burada bunu düzgün bir formada yazsam, yəni daha rahat başa düşəcəyimiz formada, yəni A-nın B-yə hasili 2-nin 6-ya hasilinə bərabərdir. Bu da nə verir? A vuraq B bərabərdir 12 qiymətinə. İndi mən baxıram ki, burada A-nın mümkün qiymətlərinin sayını soruşur məndən. A-nı B-yə vurduqda 12 verirsə hasil, A-nın yerinə hansı qiymətləri qoya bilərəm? Bunları düşünək. Yəni, hansı iki qiymətin cəmi hasili mənə 12-ni verir? 1 və 12, 2, 6, daha sonra 3 və 4, daha sonra bir də bunların tərsi var. 4 vuraq 3, 6 vuraq 2 və 12 vuraq 1. Yəni, A-lar üçün bu aşağıda yazdığımız qiymətlər 6 dənə qiymət həmin şərt ödəyir. Buna görə düzgün cavabımız olur 6, D variantı. 22-ci suala baxırıq. 22-ci sualda sadəcə hesablamanı yerinə yetirməyimizi istəyir. Burada yuxarıda müxtəsər vurma düsturu kimi biz bunu aça bilərik. Və yaxud da birbaşa kvadratlarını da hesablaya bilərik. Əgər müxtəsər vurma düsturu haqqında məlumatınız varsa, buradan da istifadə edə bilərək daha rahat formada tapa bilərsiniz. Yox, əgər yoxdursa, adi kvadratların fərqi. 16-nın kvadratı verir bizə 256-nı, çıxaq 6-nın kvadratı 36. Aşağısında 20 olduğu kimi saxlayıram. Üstə gələk 14 vuraq 6-nı da elə hasil formasında yazacağım 84. Bərabərdir. 256-dan 236-nı çıxanda verir deməli 220-ni bölürük 20-yə, üstə gələk 84. 220-ni 20-yə böldükdə 11, üzərinə 84 əlavə etdikdə də alınır 95 qiyməti, yəni A variantı. Keçək növbəti suala. 23-cü sualdan yenə bizdən tənasübü soruşur. Tənasübü tapan zaman kənar hədlərin hasili orta hədlərin hasilinə bərabər deyərək 4-ü vururuq 15-ə, bərabərdir x vuraq 12-yə olmalıdır. 4-ü 15-ə vuranda verir bizə 60, bərabərdir 12x-ə. X-i də tapan zaman nə edirik? 60-ı bölürük 12-yə və tapırıq 5 qiymətini x üçün, o da C-də. 24-cü suala baxırıq. Deməli, 1-i 0-a vurduqda alınır ilə 0, çıxaq. 1-i 2-yə vurduqda alındı 2, üstə əlavə edək. 3 vuraq 4-ün hasili 12, çıxaq 5 vuraq 6, yəni 30. 2-dən 0 çıxıram -2, üzərinə 12 əlavə edib çıxmalıyam 30-u. -2-nin üzərinə 12 əlavə etdikdə böyüyün işarəsi, yəni müsbət olur və ikisi arasındakı fərq də 10 və ondan da çıxıram 30-u verir bizə -20 qiymətini, yəni A. Deməli, 25-ci sual. Deyir, otağın temperaturu -5 dərəcədir. Hər saatda otağın temperaturu 3 dərəcə artarsa, 4 saatdan sonra otağın temperaturu nə qədər olmuş olar? Bu zaman -5-in üzərinə 4 dəfə 3 dərəcə artırmalıyam. Yəni 3 vuraq 4, bu da verir bizə 7 dərəcə qiymətini, B variantını. Deyir, 4 ədədin cəmi -24-ə bərabərdir. Bu ədədlərdən 3-ünü verib, 4-cü ədəd nəyə bərabərdir? Bu 3 dənə ədədi topladıqda -6 üzərinə -14, üstə gələk -18. Bunları topladıqda, deməli, -6, -14 və -18 verir bizə, demək, nə deyir? Hə, bunların üzərinə bir dənə də x əlavə etdikdə -24 olsun. Bunları toplayıb -24-lə fərqinə baxırıq. X-imiz üçün buradan çıxır, buna uyğun olaraq 14 qiyməti. Necə? Biz bunları topladıqda verdi bura -20, burada -38. -38-in üzərinə biz nə əlavə edək ki, bizə -24 qiymətini versin. Buradan da x-i tapırıq 14 cavabını. 27-ci suala baxırıq. 240 ədədini 20% azaldıb, daha sonra alınan ədədi 10% artırsaq, nəticə neçə olar? 240-ı biz 20% azaltsaq, 240-ımız əvvəlcə götürürük 100% formasında. 20% azaltsaq nə olur? 80% qalır olur.
qalmış olur əlimizdə. Buradan da x-i tapırıq. X-imiz nəyə bərabər olur? 192-yə və yaxud da 20% tapa bilərsiniz. 20% tapdıqda verir bizə 48. 240-dan 48-i çıxdıqda qalır yenə 192 qiyməti. Mən birbaşa faizlə getməyi seçdim burada. Və yaxud da digər ikinci hissəsində tərsini tapa bilərik. Bu dəfə deyir 192-ni 10% artırsaq. 192 olsun 100%. 192-ni 10% artırmaq üçün də onun 10%-ni tapaq. Yəni digər üsuldan gedirəm artıq burada. Y-i tapan zamanda 19,2 eləyir. 19,2-ni nə istəyir? Nəticə neçə olar? Deməli, daha sonra alınan ədədi 10% artırsaq. Bu zamanda nə edirik? Həmin bu qiyməti 19,2 artırırıq. 192 üzərinə əlavə edirik 19,2-ni. Bu da verir bizə 211,2, yəni C variantını. Daha sonra davam edirik 28-ci sualına. Aşağıdakılardan hansının mütləq mənndən doğru olduğunu soruşur. Burada deməli təklik cütlüyü yoxlayırıq. Əgər ki, burada mən baxıram 9A üstəgələk 4B bölək C ifadəsi bərabərdir nəyə? 6-ya, yəni cüt qiymətə. Cüt qiymətə bərabər olursa, onda belə çıxır ki, 6C elə hökmən bizə cüt qiyməti qaytarmalıdır. 6C-də buradan cüt qiymət qaytarır. Buna uyğun olaraq indi burada C-nin tək və yaxud da cüt olduğunu dəqiq söyləmək baxırıq, mümkündürmü? Burada 6 cüt olduğuna görə C tək də olsa, cüt də olsa bizə elə cüt formada qaytaracaq onların hasilini. İndi 9A üstə gələk 4B ifadəsinə baxaq, yuxarı ifadəyə. Deməli, 6C əgər cütdürsə, demək ki, 9A üstə gələk 4B ifadəsi də hökmən mənə cüt qiyməti qaytarmalıdır. Bura yəni cüt olmalıdır ki, yəni 6C-yə bərabər olsun. Orada məndə cüt olduğunu görmüş oluram. Buranın cüt olması üçün də mən baxıram ki, burada B-nin tək və yaxud da cüt olduğunu söyləmək mümkündürmü? Xeyr. Çünki niyə? B tək də olsa, cüt də olsa yanında 4 olduğuna görə elə buranı mənə cüt formada qaytaracaq. Buranın cüt çıxması üçün deməli 9A hökmən mənə cüt formada qayıtmalıdır. Cüt olmalıdır ki, üzərinə cüt əlavə edeyim, cüt qiymətdə çıxara bilim yenə. Onda buradan A-nın mütləq şəkildə biz cüt olduğunu görmüş oluruq. A mütləq şəkildə hökmən bizdə cüt olmalıdır. A əgər cütdürsə, baxırıq AB hasilinə. B cüt də olsa, tək də olsa A cüt olduğuna görə AB hasili də bizə hökmən cüt şəkildə qayıdacaq. Ona görə A variantı doğrudur. Digərləri haqqında isə dəqiq hökm söyləmək mümkün deyil. Çünki A-nın cüt olduğunu bilirik, düzdür. Amma B və C haqqında biz dəqiq fikir söyləyə bilmirik. Ona görə onlar haqqında bir şey demədiyimizə görə də cəmlərinə haqqında fikir yürüdə bilmərik dəqiq şəkildə. Amma hasildən bilirik ki, cütü təkə də vursaq, cütə də vursaq cüt qiymət qaytarır. Ona görə A-nın cütlüyündən əmin olduğumuza görə AB hasilində cüt olduğunu dəqiq şəkildə söyləyə bilərik. Gəldik 29-cu suala. 29-cu sualda aşağıdakı hasilə biz baxsaq, deməli yuxarı olduğu kimi yazaq. Aşağıda bizə hasili bu şəkildə verir. Bunu kvadrat şəkildə də yazsaq elə bu şəkildə götürürük. Burada 666-lar ilə ixtisar getsin, qalsın bizdə bir şəklində. Elə özümüzü o yan bu yana heç dağa daşa salmayaq deyə. Ə, Daha sonra yuxarıda da nə alındı? Bu formada alındı. 3, 3, aşağıda 6, 6, 6 şəklində. Və burada biz 333-ün 666-nı ixtisar aparsaq, verir burada bizdə aşağıda 2-ni, burada alınır 1, 222-ni də 2-yə böldükdə alınır 111 qiyməti, o da D variantından çıxmış olur. Keçdik 30-cu suala. Deyir 3 il arayla anadan olmuş 3 qardaşın 3 il əvvəlki yaşlarının ədədi ortası 8-dir. Buna görə ortancıl qardaşın indiki yaşı neçədir? 3 il arayla doğulublarsa, birincini götürürəm x. İkinci olsun x üstə gələk 3. Axırıncı da olsun x üstə gələk 6. Bunların deyir ki, 3 il əvvəlki yaşlarının ədədi ortası. Bunu 3 il əvvəlki yaş kimi götürürük. 8 olduğuna görə. İfadəni bu şəkildə yazdıq. 3x-də gələk 9 bərabər 24. 15-ə.
X-in bərabər 5-ə. Qardaşlardan biri 5, o biri 3 yaş böyük oldu 8, o biri də 3 yaş daha böyük oldu 11. Bunlar 3 il əvvəlki yaşlardır. Buna görə ortancıl qardaşın indiki yaşını soruşur. Hər birini 3 vahid böyütsək, 8, 11 və 14 yaş almış oluruq. Ortancılın deməli hal-hazırda 11 yaşı var. 3 il əvvəl 8 olduğuna görə. 24 və 36-nın ortaq bölənlərinin cəmi A, 30 və 40-ın ortaq bölənlərinin cəmi deməli bizdə nədir? 31-ci sualda 24 və 36-nın ortaq bölənlərini soruşur. Burada deməli qiymətlər 1, 2, 3, 4, yəni hər ikisini bölən ortaq qiymətlər axtarırıq. Bunların cəmi verir bizə 28-i. Eyni şəkildə 30 və 40-ı bölən qiymətlər, hər ikisini bölən ortaq qiymətlər. Bunları qeyd edirik. Bunların cəmi verir bizə 18-i və ən son olaraq 15 və 45 üçün həmin qiymətləri biz təyin edirik. Və bunların cəmini bizdən soruşur. 28, 18 və 24. Bunlar da verir bizə 70 qiymətini B variantında. Növbəti davam edirik 32-ci sualla. Modulda bizə verib ki, -6 üzərinə gələk 2 m-in qiyməti olsun. N buradan çıxır buna uyğun olaraq 4. N-ə baxırıq. Modulda -2 bizə müsbət 2-ni qaytarır. -6-dan biz müsbət 2-ni çıxırıq. Bizə verir -8-i və K-nın qiymətinə baxırıq. Modulda 6, -6 bizə müsbət olaraq qayıdır və -6 üzərinə gələ 2 olmuş olur. Bu da bizə -4 qiymətini qaytarır. İndi burada bunların cəmini soruşur. Bunların cəmi də bizim üçün deməli qaytarır. -8, -4, -12 və üzərinə 4 gəldi. -8 qiymətini bizə qaytarır, yəni A. Sonra bir il ərzində oxunan kitabların sayını soruşur. Ramalın oxuduğu kitabların sayı digər şagirdlərin oxuduğu kitabların ümumi sayından neçə faiz azdır deyə soruşur. Biz burada Ramala baxırıq ki, 48 dənə kitab oxuyubdu. Digər şagirdlərə baxırıq ki, 24 alim, Nuray 32 və Əli də 40 kitab oxuyub. Bunların cəmi verir bizə 96-nı. Və biz buradan müqayisə etdikdə 48-96-dan nə qədər azdır? Elə 48 vahid, elə bu da hesabladıqda 50%, yəni yarısı qədər olduğunu görmüş oluruq. 96 burada 100% olmuş olur. 48 burada az olan hissə, elə onu hesabladıqda tapırıq ki, 50% uyğun gəlmiş olur, yəni 50% az olmuş olur. Keçək 34-cü suala. Avtobus nəzərdə tutulan yolun 95 km/saat sürətlə 8 saata qət edir. Bu yolu geri qaydarkən sürəti 76-dır. Neçə saata qaydar? Bu zaman əvvəlcə yol tapırıq. Yol tapmaq üçün 95-i vururuq 8 saata. Görək bu müddət ərzində nə qədər yol getmiş olub? 76, 760. Tapırıq ki, ümumi yolumuzun uzunluğu 760-dır. İndi həmin bu 760-ı saatda 76 kilometrlə qaydırıqsa, bu zaman yenə S bərabər VT düsturuna əsasən yolu bölürük zamana, sürətə və zaman tapmış oluruq ki, 10 saat ərzində qayıtmış olar. Daha sonra keçək 35-ci suala. Könül 1 kilonun qiyməti 13 manat olan 6 kilo çay ilə 1 kiloqramının qiyməti 18 manat olan 4 kilo çayı qarışdırdı. Qarışıq çayın 1 kiloqramının qiymətini soruşur. Bu zaman nə edirik? 13-ü vururuq 6-ya və üzərinə əlavə edirik 18 vuraq 4-ü, yəni ümumi pulu hesablamış oluruq və kiloya baxırıq. 6 kilo birindən, 4 kilo birindən. Bunları da bölürük kiloya ki, ümumi orta qiymət baxaq nə çıxmış olur. Topladıqda deməli 78 üstə gələk 72 alınır. Bunu da bölürük 10-a, yəni ümumi kütləyə. Bu da verir bizə 15 manat. Deməli qarışıq çayın kütləsi 1 kiloqrama uyğun 15 manat təyin olunubdur. Daha sonra 36-cı sualda
A-nın B-yə, B-nin C-yə, C-nin də D-yə nisbəti 3 kimi götürüldüyü nəzərdə tutulub. Elə özümdən qiymətlər qoyacağım. D əgər 1 olarsa, bu zaman C-yə uyğun olaraq 3 düşür. Əgər C-m 3 olarsa, B-yə bu zaman 9 düşür və B əgər ki 9-dursa, bu zaman A-ya da düşür 27. İndi buna uyğun olaraq biz burada qiymətləri yerinə qoyub hesablaya bilərik. 27-ni bölürük D-yə, D-nin qiymətini 1 tapmışdıq. Yəni bu ifadədə yerinə qoyuram sadəcə. Vuraq C-nin qiymətini yuxarıda 3, üstə gələk D 1, aşağıda B-nin qiyməti 9, çıxaq C, yəni 3. Bu şəkildə qiymətlərimizə baxırıq. 27 vurulsun yuxarıda 4, aşağıda 6 olmuş olur. 6-da 4 ixtisar gedəndə verir bizə 3-də 2-ni. 27 də 3 ixtisar gedir, qayıdır bizə 9-u verir. 9-u da 2-yə vurduqda verir bizə 18 qiymətini, yəni C variantını. Keçək 37-ci suala. Deməli, ədədi 3-ə və 4-ə tam bölünür. A-nın ala biləcəyi qiymətlərin cəmini baxırıq. 3-ə və 4-ə bölünmə şərti nə deməkdir? 3-ə bölünən zaman bilirik ki, rəqəmlər cəmi əgər 3-ə bölünürsə, ədəd 3-ə bölünür deyə götürürük. Əgər ədədin son 2 rəqəmi 4-ə bölünürsə, bu zaman da 4-ə bölünmə əlaməti ödənmiş olur. Demək ki, biz burada bu qiymət üçün A-nın yerinə elə qiymətlər qoymalıyıq ki, bu son 2 qiymət 4-ə bölünsün. Elə işimi buradan asanlaşdırıram. A-nın yerinə qoya biləcəyim qiymətləri düşünürəm. Ala biləcəyi qiymətlərin cəmi. A-nın yerinə 0 da qoya bilərik, amma 0 zaten mənə elə bir qiymət qaytarmır və 3-ə bölünmə şərti ödənmir deyə gedirəm. Gəlirəm indi A nə ala bilər? 2 qiymətini alsa əgər 4-ə bölünmüş olur. Baxaq indi A2 aldıqda bu qiymət eyni zamanda 3-ə də bölünürmü? 1 ilə 1-i toplayır. Bu 3 dənə 1-i toplayıram 3. 3-ün üzərinə 4 gəldim, verdi mənə 7 və 7-nin üzərinə bu 2-ni əlavə etdikdə bəli 3-ə tam bölünür. Demək ki, A2 ola bilər, doğru. Bundan başqa A-ya nə qoya bilərəm? Baxıram ki, 4 qiymətini qoya bilərəm. A-nın yerində 4 olarsa, bəs 3-ə bölünürmü? Xeyr, demək ki, bu yanlış oldu. Daha sonra A hansı qiyməti ala bilər? A üçün 6-nı qoysaq, baxaq, şərt ödənirmi? 64 4-ə bölünür, ancaq 3-ə bölünmə şərti pozulduğuna görə A üçün 6-nı da götürə bilmərəm və A üçün növbəti nə götürə bilərəm? 4-ə bölünmə əlamətinə uyğun olaraq 8-i götürə bilərəm, 84 bölünsün deyə və A 8 olduqda rəqəmlər cəmi 3-ə bölünürmü? Bəli, bölünür. Deməli, A 2 və 8 ola bilər. Və bunların cəmi də mənə qaytarır 10 qiymətini. A-nın mümkün qiymətlərinin cəmini soruşur. Bu da D variantında. Gələk daha sonra 38-ci suala. 38-ci sualda mən əgər qiymətləri belə götürək, tamlarla götürsəm, A bərabər olur 1 tam 23-də 2-yə. B nəyə bərabər olur? 1 tam 27-də 2-yə. Və C nəyə bərabər olur? 1 tam 25-də 2-yə. Bir tamlara baxmıram, zaten hamısında 1 tamdır. İndi kəsirdə fikir verirsinizsə, hamısının sürəti eyni olmuş oldu, məxrəcləri müxtəlif. Və kəsirləri müqayisə ilə bağlı bizim bir qaydamız var idi. Əgər kəsirimizin sürətləri eyni, məxrəcləri müxtəlifdirsə, məxrəci böyük olan kəsir kiçik, məxrəci kiçik olan kəsir isə böyükdür. Burada məxrəci ən böyük olan B-dir. Demək ki, B mənim ən kiçik qiymətimdir. Daha sonra C ən böyük isə A olmuş olur. Məxrəci çünki ən kiçik qiymətimiz budur. Bu da B kiçik C, o da kiçikdir A, D variantında görünür. Deyir 30-dan 70-ə qədər olan natural ədədlər içərisində 42 ilə qarşılıqlı sadə olan qiymətləri tapaq. Yəni 42 ilə ortaq böləni olmasın. Bu qiymətlər də hansıdır? Baxıram 31 qiyməti, daha sonra 32 2-yə bölünür olmaz, 33 də 3-ə bölündüyünə görə olmaz, 34 o 2-yə bölünmə əlamətinə görə, 35 hər ikisi 7-yə bölünür, 36 da hər ikisi 2-yə bölünür, daha sonra 37 qiyməti olacaq. 38-də hər ikisi 2-yə bölünür. 39 götürsəm hər ikisi 3-ə bölünəcək, olmaz. 40-ı götürsəm hər ikisi 2-yə bölünür. Yəni burada cütləri elə buradan əliyə bilərik biz. Əgər cüt qiymətlər götürsək, həm 42, həm də həmin o cüt qiymət 2-yə bölündüyünə görə qarşılıqlı sadə ola bilməyəcəklər. Və ona görə sürətli bir şəkildə tək qiymətlərimi yoxlayıram artıq. 41-i götürmüş oluruq, 43-ü götürmüş oluruq, 45-i götürə bilmərik 3-ə bölünməyə görə, 47-ni götürürük, daha sonra 48 cüt olduğuna görə 49 7-yə bölünür, hər ikisi olmaz. 51-i götürsək 51 olmaz, hər ikisi 3-ə bölünür. 53 olur, qarşılıqlı sadə. 55 olmuş olur, qarşılıqlı sadədir.
Ə, Daha sonra 57 olmur 3-ə bölünmə əlamətinə görə. 59, 61 və 67. Bu qiymətlərimiz 42 ilə qarşılıqlı sadə ədədlərdir. Digərləri 3-ə bölünmə əlaməti, 7-yə bölünməsi, cüt olması, yəni hər ikisinin 2-yə bölünməsi və s. Yəni yoxlayırıq ki, ortaq bölənləri var, ona görə götürmürük. Burada deməli cəmi 10 dənə qiymətimiz həmin şərti ödəmiş olur. C variantı çıxır. Növbəti sualımız yenə bir hesablama demək. Bir tamı mötərizənin içindən əvvəlcə başlayacağım. Qabağını yazaq. Biri %3-ə böldükdə aşağını da yuxarını da vergüldən azad eləmək üçün biz 100-ə vura bilərik və 100-ü 3-ə bölməklə gedə bilərik. Bu şəkildə baxarıq. 100 bölək 3 şəklində və üzərinə əlavə edək. 3 və altını da yenə 100-lə 100-ə vurduqda vergüldən azad edə bilərik. Bu da bizə verir 6-da 300-ü bölək 1,3-də 1 bərabərdir. Deməli, 0,4-ü yazdım. Bu ikisi ixtisar getsə əgər ki 3-ə, 3-ə ixtisar aparaq, yoxsa bircə saniyə, deməli, elə ortaq məxrəc kimi 6 götürək, daha asan olsun sizin üçün. Deməli, 6-nı götürək. Buranı 2-yə vurduqda bura 200. Üstəgələ ixtisar aparmayla da gedə bilərdik. Nəysə bu formada gedək, problem yoxdur, yenə eyni şey çıxacaq. Burada da verdi bizə 300 bölək 1,3-də 1 bərabərdir. 0-dan deməli %4-ü yazdım bu şəkildə. Buraq aşağıda 6, yuxarıda yazdıq 500-ü bölək 1,3-də 1 bərabərdir. Buradan sıfırlarımız ixtisar getdi. Deməli yuxarıda alındı 20 bölək 6 bölək 1,3-də 1 formasında. Buradan da 20 ilə 6-nı 2-yə ixtisar aparsaq 3-də 10 vuraq. Düzgün olmayan kəsr şəklinə çevirsək, 1-i vururam 3-ə, üstədə 1 gəlirəm 4, 3-də 4 verir. Amma bölmə olduğuna görə bunu təzədən vurma formasında biz çevirəndə nə edirik? Birinci kəsr olduğu kimi saxlayıb ikincinin tərsinə çevirməliyik. Ona görə 3-ü yuxarı, 4-ü də aşağı yazıram. Və buradan 3-lər ixtisar gedir. 10 bölək 4 alınmış olur. Bircə saniyə. Biz elə bir burada nəsə səhv apardıq. Nəsə hesablama səhv elədik. Üzr istəyirəm. Burada 2-də axı mən burada 1 yazmışam deyə, hə. Bunlar hamısı 2-dir. 2 olduğuna görə burada 4 yox, 5 olacaq. 5 olacaq. Burada hesablamaqda bilərəm. Mexaniki yazarkən misalı səhv yazmışıq. Burada 1,3-də 2 olduğuna görə, 3-də 2 olduğuna görə verir bizə 5-də 3-ü kəsri tərsinə çevirdikdə. Yəni 4 yox, 5 olmalıdır burada sadəcə. Onu da bölürük 5-ə və 2 tam düşmüş olur. Bu da A variantında. Daha sonra rəqəmləri müxtəlif olan və 8-ə tam bölünən ən kiçik 6 rəqəmli natural ədədin rəqəmləri cəmini tapmağı soruşur. Bu zaman 8-ə bölünmə əlamətini xatırlayırıq. Son 3 rəqəm bizdə 8-ə bölünməlidir. Və ilk üçünü bu zaman ən kiçikləri götürürəm. 1, 0 və 2. Sıfırı mütləq şəkildə burada ikinci yerdə istifadə edirəm, çünki məndən ən kiçiyi soruşur. 1, 0 və 2-ni qeyd etdim. İndi burada arxasınca gələn qiymətləri elə seçməliyəm ki, 8-ə bölünən qiymətlər olsun. Bunu da götürürəm. Deməli, burada götürürəm 3 natural ədədlər. Deməli, burada götürdük 3, 300 neçə 8-ə bölünür? Burada 3-dən sonra tutaq ki, nə qoya bilərik? Qiyməti düşünək. Deməli 0, 1, 2 və 3 qiymətlərini, rəqəmlərini istifadə etmişik. Buradan o tərəfə, yəni 4, 5, 6, 7, 8 bunları istifadə edə bilərik. Bunlardan da minimal mümkün qədər elə qiymət götürməyə çalışıram ki, 3-ə bölünən olsun, 8-ə bölünən olsun. 8-ə bölünən olması üçün də baxaq deməli. Burada 300 deməli. Burada 4 qoysaq 48 olsa 348 8-ə bölünürmü? Bir dənə yoxlayaq. Aha, burada bir-bir qiymətləri yoxlaya-yoxlaya, yəni sırayla bütün qiymətləri yoxlayırıq.
Tutaq ki 346 bölünürmü, 348 bölünürmü? Bu şəkildə yoxlayırıq. Yəni ilk hissəyə ehtiyac yoxdur, son üçü biz yoxlayırıq. 3 rəqəmli hissəni yoxlayırıq və tapırıq ki, 368 qiyməti 8-ə bölünür və bu rəqəmləri də topladıqda verir bizə 20, yəni B variantını. Keçək 42-yə. 42-ci sualda deyir, xanalara yerləşdirilmiş, eyni qaydaya əsasən yerinə yetirilmişdir. Yerləşdirməyə baxaq. Deməli, yerləşdirmə necədir? 2 ilə 5-i toplayıb 7-ni ortaya yazıb, 5 ilə -8-i toplayıb -3 alıb və mərkəzə yazıbdır. Buna uyğun biz digər qiymətləri tapmalıyıq. Deməli, burada Y-in qiymətini tapaq. Y-i tapmaq üçün -4 ilə 3-ü toplayıram, -1. Z-i tapmaq üçün 1 ilə -5 toplayıram, -4. Daha sonra yuxarı qalxırıq. X-i tapmaq üçün 2 ilə Y-in qiymətini, yəni -1-i toplayırıq. X-i tapırıq 1. Və daha sonra başqa bir qiymətimiz qaldımı? Y, Z, aha, üçünü də tapdıq. Məndən nə istəyir? Bunların cəmini. X-i tapdıq 1, Y-i tapdıq -1, Z-i tapdıq -4 və bir də bunların hasilini istəyir. Üzərinə də gəlməliyəm bunların hasili. 1 vuraq -1, vuraq -4. Və bunların da cəmi verir mənə 0 qiymətini. 1 ilə -1 0, -4-ün də üzərinə bunların hasili müsbət 4 verir və topladıqda bizi 0, yəni C variantını qaytarır. Deyir 2026-cı ildən ən az neçə il sonraki ilin rəqəmlərinin kvadratları cəmi 2026-nın rəqəmlərinin kvadratları cəmi ilə eynidir. Bu zaman demək ki, eyni rəqəmlərdən istifadə etməliyik. Eyni rəqəmlərdən istifadə edərək biz bu şəkildə tapa bilərik. Deməli 2026-dan sonra bu rəqəmlər istifadə etməklə ən az bu rəqəmlərdən istifadə etməklə hansı biz ədədə düzəldə bilərik? 2062 qiymətini düzəldə bilərik. Və bu ikisinin fərqi də verir bizə 36 qiymətini. Deməli 36 il sonra yenə həmin rəqəmlər istifadə olunacaq və rəqəmlərin kvadratları cəmi yenə həmin qiyməti qaytaracaq bizə. Qırx dördə baxırıq. 4 qardaş hər biri müxtəlif sayda və ən az bir dənə olmaqla ümumilikdə 21 qoğal yeyiblər. Qardaşlardan biri 6 qoğal yeyib. Bu 4 qardaşdan 3-ü cəmi 18 qoğal yemiş olarsa, ən çox qoğal yeyən qardaş ən çox neçə qoğal yeyə bilər? Baxın, 21 qoğaldan qardaşlardan biri 6 qoğal yeyibdir. Deməli, 4 dənə qardaş. 1, 2, 3 və 4 qiymətləri. Bir dənəsinin 6 qoğal yediyini bilirik. 4 qardaşdan 3-ü də 18 qoğal yeyibdi. Belə götürək, biri 6 qoğal yemiş olsun. Birinə də onda tapırıq neçə qoğal yeyib? 3 qoğal yemiş olur. Onda digər 2 qardaş üçün cəmi neçə qoğal qalmış olur? 12 qoğal qalmış olur. Yəni mən deyir qardaşlardan biri 6 qoğal yedi. Və digər üçü dedikdə, yəni bu 6 qoğal yeyən qardaşı daxil eləyir, amma hansısa qardaşını artıq saymır. Demək ki, o kənarda qalan 3 dənəsini yemiş olur. Və haqqında danışılmayan iki qardaş üçün də 12 dənə qoğal düşmüş olur. Buna uyğun olaraq deyir ki, ən çox qoğal yeyən qardaş, bu zaman mən bu 12-ni parçalayıram. Deyirəm biri bir dənə yemiş olsun, digəri də 11 dənə yemiş olsun. Yəni şərti pozan bir nüans varmı? Xeyr, yoxdur. Deməli, biri 6, biri 3 yeyib, digər ikisi də cəmi 12 dənə yeyibsə, deyirəm biri bir dənə yemiş olsun. Yenə qiymətlər hamısı müxtəlifdir və o biri sonuncu da mümkün qədər ən çoxu, yəni 11 dənə qoğal yemiş olur. Keçək 45-ci suala. Deməli, bir bağça ətrafında, deməli, 2 il biz bir sürətli olan ilbisi saatda 2 metr sürətlə hərəkət edir. Aha, yavaş olan ilbis. Deməli, biz onların sürətinə uyğun baxırıq ki, sürətlərinə uyğun olaraq. Deməli, bu istiqamətdə A istiqamətinə gələndə 1, 2, deməli, 3, 4, 5, 6, 7 nisbətində getmiş olubdur birinci ilbiz. Yəni S-dən A-ya kimi 7 nisbəti ilə gedib. 7 dənə kvadratın tərəfindən keçmiş olubdur.
Digəri yavaş olan elbis 1 saata bu qədər gedir. Sürətli olan elbis isə 2 metr sürətlə hərəkət edir. İlk dəfə A nöqtəsinə çatanda digər elbis hansı nöqtəyə çatar? Deməli 7 pay nisbəti ilə gedibdir. Digəri bunun 2 qatı sürətlə gedəcək. 1, 2, 3. Yəni bu 7 gedirsə o biri artıq 14 getməlidir. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13 və 14. Demək ki, gəlib çatacaq D nöqtəsinə 14 nisbətlə getməli olduğuna görə. Yəni bu saatda 1 gedir, 1 kvadrat getmiş olur. O biri 2 dəfə bundan sürətlidir. Yəni bu 7 gedirsə, o biri 14 getməlidir artıq. Ona görə burada biz 14 dənə sayırıq və gəlib çatırıq digər istiqamətdən D nöqtəsinə. 6-cı suala. Aşağıdakı toplama əməlində müxtəlif hərflər, müxtəlif rəqəmlər əvəz olunubdur. Buna uyğun x-i soruşur bizdən. Demək, biz burada hökmən görürük ki, z-imiz 1 olacaq. Çünki yəni rəqəmlər deyirsə, 4 dənə bir rəqəmlini topladıqda, bir dənə 3 rəqəmlidən 2 rəqəmlini çıxırıqsa, yəni bu qiymətlər bir-birinə əgər bərabər gəlirsə, demək ki, z-imiz hökmən 1-dir. Yəni çünki ondan başqa hansısa 3 rəqəmli ola bilməz ki, biz ondan hansısa 2 rəqəmlini çıxaq və tək rəqəmli 4 dənə qiymət alınsın. Yəni burada 4x-imiz bərabər olmuş olur bu 3 rəqəmli qiymətlərin fərqinə. Bu 3 rəqəmli qiymətdə 111 olacaq və y-i də buradan biz 99 götürə bilərik. Çünki y-in yerinə biz başqa qiyməti, yəni əgər 99 alınmasa 8-i yoxlayarıq, başqa qiymətləri. Amma birinci olan ehtimal elə 99-dur ən yaxın olan ehtimal. Çünki məndə x-lər 4 dənə x-dir. İndi buna uyğun mən onun bir rəqəmli olduğunu da nəzərə almalıyım. Ona görə mümkün qədər böyüklə başlayıram. Əgər alınmasa kiçildəcəm, onları yoxlayacağım. Bu 4x-im 111-dən 99-u çıxanda verir bizə fərqi 12 və burada x-imizə nə düşür? 3 qiyməti düşmüş olur. Baxıram şərti pozan bir şey varmı? Xeyr. X ilə 3 kimi götürürəm. Əgər misal üçün x 3 variantlarda bunu görməsəydim, bu şərt ödənməsəydi, onda bu dəfə 9-un yerinə 8-ləri yoxlayardım. Görüm 111-dən 88 çıxanda 4-ə böləndə tək rəqəmli bir qiymət alınırmı deyə bunu yoxlayardıq. Amma burada artıq bu şərt ödəndiyinə görə elə 3 qiyməti doğru olaraq götürülür. 47-ci suala baxırıq. Lalə, Aynur və Nuray eyni marketdə çalışırlar. Bazar ertəsindən bazar gününə qədər 7 gün ərzində hər gün 2 nəfər işləyir. Lalə həftədə 3, Aynur isə 5 gün çalışdığına görə Nuray həftədə neçə gün çalışmaqdadır? Deməli, e, həftə ərzində əgər ki 2 nəfər işləyirsə hər gün 7 gündür. 7 günün hərəsində 2-2, yəni toplamda 14 payla biz götürə bilərik. Ki, yəni 14 işləmiş olurlar. Həftənin deməli 3 gününü Lalə, həftədə 3 dəfə Lalə işləyir. Həftədə 5 gün isə Aynur çalışır. Bu zaman deməli 14-dən bu ikisinin cəmini, yəni 8-i çıxırıq. Verir bizə nəyi? 6-nı. 6 qiymətini vermiş olur. Həftədə Nuray deməli neçə gün çalışmaqdadır? 6 gün çalışır. Yəni bunu belə götürürük. Əgər ki gün ərzində 2 nəfər işləyirsə, hər gün 2 nəfər, yəni bu gün 2 nəfər işləyir, nisbətlə götürürük, 2 payla götürürük. Sabah yenə 2 nəfər payından götürəcəyik. Həftə sonuna kimi hər gün 2 2 2 2 7 gün işləyirlər, hər gün hər dəfəsində 2 nəfər olmaqla və 14 iş payı çıxmış olur buradan. Bunun 3 payını Lalə, 5 payını isə Aynur yerinə yetirir. Onlar da toplamda 8 pay yerinə yetirmiş olurlar və bu zaman Nuraya da 6 qalmış olur. Hmm. Və yaxud da bunu belə də düşünə bilərsiniz, sizə asan olsun deyə, biraz fərqli izah olacaq bəlkə də. Bunu belə düşünə bilərsiniz ki, hər gün əgər 2 nəfər işləyirsə, onlara istifadə olunan yemək kimi düşünə bilərsiniz. 2 nəfər işləyirsə, əgər 2 boşqab yemək verilir kimi düşünə bilərsiniz. Yəni 2 porsiya, 2 ölçü nisbətində. Hər gün 2 nəfər işləyir və 7 gün ərzində bu zaman 14 boşqab yemək kimi düşünə bilərsiniz. Bu 14 boşqabdan Lalə həftədə 3 dəfə işlədiyinə görə 3-ünü o götürür, 5-ini isə Aynur götürür, qalan 6-sı da Nurayın payına düşür. Keçək 48-ci suala. 3 rəqəmli x, y, z ədədi 2 rəqəmli x, y ədədindən 315 vahid böyükdür. Buna görə deməli 315 vahid böyükdürsə x, y, z.
Bu o deməkdir ki, mən bundan x və y çıxanda verməlidir mənə 315 qiymətini. Bu zaman x, y, z-in cəmini soruşur bizdən. İndi burada baxırıq, x-ə, y-ə nə qoyaq? X-ə mən düşünürəm ki, 3 olsun, ödəməsə şərtə gəl dəyişəcəm. X-ə 3 olsun, burada aşağıda 3-ü yazaq. Burada nədənsə 3 çıxıb 315. Deməli, x-imi götürsəm 3. Burada 1 alınıb, y-i götürürüm özümdən 4. Alınmasa təbii ki, dəyişəcəyik rəqəmləri. Və burada 4-dürsə, z-də də bu zaman 9 düşmüş olur. Baxıram, şərti pozan bir şey varmı? Xeyr. 349-dan 34-ü çıxanda elə 315 qalır. Aha, qiymətləri düz tapmışıq. İndi x, y, z-in cəmini soruşur. 3, 4 və 9-un cəmi. Bu da verir bizə 16 qiymətini, yəni D variantını. Rəqəmləri hasili 8-ə bərabər olan bütün üç rəqəmin natural ədədləri soruşur. Bunları başlayaq düşünməyə. Rəqəmləri hasili 8 deyirsə, elə birlərlə başlayıram. Birincisi 118. Daha sonra bütün üç rəqəmin natural ədədlərin cəmini istəyir. Bu qiymətlərin yerini dəyişməklə deməli biz başqa cür yazım, hamısı yerləşsin alt-alta. Deməli, birincini götürdük 118. Daha sonra yerlərini dəyişməklə 1, 8, 1, 1, deməli 811 bu şəkildə götürdük. Daha sonra bu dəfə qiyməti dəyişirəm. 1, 2, 4 yenə hasili mənə bu şəkildə qayıdır. 142 götürə bilirəm. Daha sonra 214 bu rəqəmlərdən ibarət. Daha sonra 412, 142, 241, 241. Daha sonra 421 və 222 də təbii ki, bu şərti ödəyir. Və bütün bu qiymətlərin cəmi 2686 olmuş olur. Yəni mən hasili 8-ə bərabər olan 3 dənə rəqəm düşünürəm. Bilirəm ki, bunlar da hansı ola bilər? Ya 2 dənə 1, 8 götürə bilərəm, ya da 1, 2, 4 götürə bilərəm. Başqa rəqəmlərin qruplaşmasında bu qiymət alınmır. 1, 1 və 8-dən ibarət 3 dənə mənim qiymətim var. Eyni şəkildə 1, 2 və 4-dən ibarət olan 3 rəqəmli ədədləri yazmış oluram və bir dənə də əlavə olaraq 3 dənə 2-nin hasili də bizə 8-i qaytarır. Bunu nəzərə alıram və bu da verir bizə 2686 qiymətini. Bircə saniyə. Yox, biz nəsə gözdən qaçırtdıq. Niyə? Bir dənə burada biz sadəcə toplamada 6 yox, burada 8 olmalıdır. 2886 qiymətlərimizin hamısını düzgün formada yazmışıq. Sadəcə toplayan zaman bir dənə mexaniki səhvə yol verdi. 2886 qiymətidir, yəni A variantı bu qiymətlərin cəmi. Daha sonra Nurlan aşağıdakı kartları istədiyi kimi yan-yana qoymaqla 3 rəqəmli bir ədəd düzəldir. Və təkliklər qiymətinə vurduğunu deyir. Deməli, bir-bir həmin qiymətləri yoxlayırıq. 900, deməli, 45-i təkliyinə, yəni 5-ə vurduqda nə alınır? Bu qiymət. Başqa, deməli, 954 götürə bilərik. Hasili belə olur. 549-u təkliyinə 9-a vururuq. Başqa varmı vura biləcəyimiz? Deməli, elə ən böyüyü soruşur bizdən. Ən böyükdə elə variantlara da baxdıqda 900, 4941 alınır. Başqa bir qiymət varmı vuracağımız elə? 900 ilə başlayanları yoxladıq. Deməli. 594-ü 4-ə vuranda təbii ki, bunun daha kiçiyi alınır və 459-u da başqa cür vurduqda, deməli 495-i də 5-ə vurduqda təbii ki, bundan kiçiyi alır. Elə ən böyük mümkün hasilimiz bizim bu olmuş olur. Bu da C variantında.
51-ci sualla davam edirik. 98-dən 998-ə qədər olan natural ədədlərdən 4-ə tam bölünənlərin sayı 6-ya tam bölünənlərin sayından nə qədər çoxdur? Deməli, bu zaman nə edirik? Natural bölünən qiymətlərin sayı soruşduğuna görə 998-dən elə 98-i çıxırıq. Tapırıq cəmi arada 900 dənə qiymət var. Bu 900 dənə qiymətin 4-ə tam bölünənlərin sayı 900 bölək 4 verir bizə 225 dənə. 900-dən 900 ədəddən 6-ya tam bölünənlər də verir bizə 150 və bu ikisinin fərqi bizə verir 75 qiymətini. Deməli, bu o birindən 75 ədəd daha çoxdur. O da A variantında olmuş olur. Daha sonra 52-ci sual. Yazılışında yalnız 4, 5 və 6 rəqəmlərin iştirak etdiyi ədədlərə maraqlı ədədlər deyək. Gülay dəftərinə bütün 4 rəqəmli maraqlı ədədləri yazdı. Bu ədədlərdən neçəsi eyni zamanda həm 3-ə, həm də 4-ə tam bölünür. Deməli, 3-ə bölünmə və 4-ə bölünmə əlamətlərini xatırlayırıq. 3-ə bölünmə nə idi? Rəqəmlərin cəminin 3-ə bölünməsi. 4-ə bölünmə nə idi? Son 2 rəqəminin 4-ə bölünməsi. İndi buna uyğun bu qiymətlərdən istifadə edərək düşünək ki, nələr, hansı qiymətlər bölünür. 6 ilə başlayanları misal üçün düşünüm əvvəlcə. 6, 6-dan sonra 5, 6 və 4 qiymətimizin biri bu. Yəni bunu da deyə bilərsiniz, hardan tapırıq? Hardan tapdığımız sadəcə yəni qaydanı xatırlayaraq 4 rəqəmli deyil, bir-bir qiymətləri düşünürük. Əlaməti də xatırlayırıq. 4-də bölünmə əlaməti nədir? 4-də bölünmə əlaməti son 2 rəqəmi bölünmə. Buna uyğun olaraq bilirəm ki, mən bu rəqəmlərdən hansılar 4-ə bölünəcək? Sonu 44, 56 və 64 olan qiymətlər bölünəcək. Ona görə 4 rəqəmli qiymətlərin sonluqlarını 44, 56 və 64 olmaqla, yəni azaldıram artıq. Sonu elə o formada gedək. Sonu deməli 44 ilə bitənləri əvvəlcə yazaq. 44 ilə bitən deməli bu qiyməti götürə bilərik. Daha sonra bu qiyməti götürə bilərik. Rəqəmlər cəmidə üçə bölünmə xassəsini xatırlayaraq. Bir də bu qiyməti götürə bilərik. Yəni son əgər 44-dürsə, rəqəmlər cəmi buradan verir mənə 8-i və mən qabaqda 2 dənə rəqəmi elə seçməliyəm ki, artıq cəmi mənə 8 ilə birlikdə 3-ə bölünməni versin. Bu da rəqəmlər cəmi 18-ə uyğun gələrək, sonu 44-dürsə, əvvəlindəkilər deməli rəqəmlər cəmi verməlidir mənə 10-u. Daha sonra gəlirəm sonu 64 və 56 ilə bitənlərə baxmağa. Əvvəlcə 56 ilə bitənlərə baxaq. Sonu 56 ilə bitirsə bu rəqəmlər cəmi 11-dir. Deməli qabaqdakı 2 rəqəmi elə seçməliyəm ki, yenə də 3-ə bölünmə xassəsini xatırlayaraq rəqəmlər cəmini seçirəm. Bu da verir mənə 46. Bu şəkildə baxıram ki, yenə götürə bilirəm. Rəqəmlər cəmi burada mənə hər dəfəsində 21 verir və 3-ə bölünür bu üç dənə qiymət üçün. Daha sonra sonu 64 ilə olanlara baxaq. Bu dəfə də bu qiymətlər olmuş olur. Yenə rəqəmlər cəminə baxırıq, 3-ə bölünmə qaydasını xatırlayırıq və 4-ə bölünməndən onsuz da qiymətlərimizin sayını azaltmışdıq. Deməli, 9 dənə qiymət tapdıq. Elə variantımızda da 9-dan böyük bir şey yoxdur. 9 dənəsinin 9-unu da tapmış olduq. Demək ki, cavab D variantıdır. Gəldik 53-cü suala. 53-cü sualda 24-də 16 kəsirini biz başlayaq bir-bir ixtisar etməyə. Deməli, 24-də 16-nı əvvəlcə 2 ixtisar aparsaq, nə eləyər? 2-də 8. Başqa yenə 2 yaparaq 6-da 4 və bir də 2 ixtisar aparsaq 3-də 2 alınır. Deyir ki, məxrəcə yazılan qiymətlərin cəmi ən az neçə olar? Bu da 12, 6 və 3 qiymətləridir və topladıqda verir bizə 21 B variantını. Sonra 54. Deyir, rəqəmlər arasında aylin cəmi 8 olan 3 rəqəm, dəniz isə cəmi 7 olan 3 rəqəm seçmişdir. Buna görə bu iki qızın seçdiyi rəqəmlərdən eyni olanların hasili ən çoxu neçə ola bilər? Bu zaman biz düşünürük ki, cəmi əgər 8-dirsə, dəqiq eləmək götürək.
Cəm əgər ki 8 olursa, bu zaman buradakı qiymətlərdən 1, 2, 3, 4, 5, 6 və 7 qiymətləridir. Yəni qarışıq yazıblar. Bunlardan hansının cəm mənə 8 verə bilər? Baxıram, deməli 7 verəm və 8 verəm. Bunları düşünürəm. E, 4, 2, 1 götürsəm verir mənə 7 qiymətini. 5, 2, 1 götürsəm verir mənə 8 qiymətini cəm. Digər qiymətlərdə bəs bu şərt ödənilmi deyə baxıram. Demək, ə, digər qiymətlərdə yox, bu şərtlər ödənmir. Yəni ən uyğun, optimal variantımız bizim budur. Və buradan mənə deyir ki, eyni olanların hasilinə də baxıram ki, 1, 2, 1, 2 bunlar eynidir. Bunların da hasili bizə 4 qiyməti, yəni C variantını qaytarmış olur. Başqa da bir qiymətdə 7 və 8 qiymətlərini ala bilirikmi? Yox. 55 şərti oxuyaq. Deməli, düz xətt üzərində 7 qırmızı nöqtə qeyd edir. Ardıcıl bir mavi nöqtə qeyd edir. Daha sonra baxın, bir düz xətt üzərində 7 dənə qırmızı nöqtə qeyd edir. 7 qırmızı nöqtə aralığında ortalarda deməli mavi nöqtə qeyd edir. 7 dənə qırmızı nöqtə arasında 6 dənə aralıq parça olmuş olur. Və o 6 aralıqda deməli 6 dənə də mavi nöqtə qeyd etmiş olacaq. 6 aralıq olduğuna görə 6 dənə də mavi nöqtə olmuş olacaq. İndi isə gəlirəm daha sonra hər ardıcıl qırmızı və mavi nöqtə arasında bir yaşıl nöqtə qeyd eləyir. Ümumilikdə neçə nöqtə alınmış olar? Baxın, burada 6 dənə aralıq var idi, mövcud idi. İndi burada 7 dənə qırmızı, 6 dənə də mavi nöqtə olmuş oldu cəmi. 13 dənə nöqtə vermiş olur mənə toplamda. Bu 13 dənə nöqtədən aydın məsələ neçə dənə aralıq olmuş olur? 12 dənə aralıq olmuş olur. Yəni biz belə düzlükdə bilirik ki, nöqtə və aralıq sayına baxdıqda aralıq sayı nöqtə sayından bir vahid az olur həmişə. İndi məndə 7 qırmızı nöqtə var idi. 7 qırmızı nöqtə üçün 6 aralıq mövcud idi. O 6 aralığın da hər birinə 6 dənə mavi nöqtəni düzdük. Və ümumilikdə 13 nöqtə alınmış oldu. 13 nöqtəyə də 12 dənə aralıq düşür. Və bu 12 aralığın da artıq hər birinə deyir ki, yaşıl nöqtələr qeyd edir. Deməli 12 dənə də yaşıl nöqtə qeyd olunacaq. 13 dənə nöqtə, yəni 7 dənə qırmızı, 6 dənə mavi və 12 aralıq olduğuna görə daha sonrasında 12 dənə də yaşıl nöqtə olmuş olur. Və bunları topladıqda cəmi 25 dənə nöqtə alınmış olur. Davam edək, deməli. Müəyyən ədədlər yazılmış toplarımız var qutularımızda. Aha, biz burada şərti deməli, baxın, müxtəlif qiymətlər yazılıb toplar üzərində. Deyir ki, 6 top olan qutudan bir dənəsi götürülüb ikinci qutuya atılır və qiymətlərin cəmi bərabər olmuş olur. Bunu tapmaq üçün nə edirik? Əvvəlcə birinci qutudakı qiymətləri toplayırıq. -3, 7, 8, 2, -1 və -5. Bunların cəmi birinci qutuda verir bizə 8 qiymətini. Digər qutudakı qiymətləri topladıqda tapırıq 4 qiymətini. İndi biz buradan birini götürüb digərini qoyanda cəm bərabər olmalıdır. Bunu tapmaq üçün də 4-dən, daha doğrusu 8-dən 4-ü çıxırıq, tapırıq 4 qiymətini. Və bu 4 qiymətini 2-yə bölürük. Tapırıq 2. Demək ki, 2 olan qiymət topu bu topun üzərində yazılan ədəd neçədir? 2 yazılı topu biz götürüb digər qutuya atdıqda həmin şərt ödənmiş olur. Əvvəlcə hər birinin cəmlərini tapdıq. Cəmlərini tapdıqdan sonra fərqimizə baxırıq və fərqimizə elə bir top götürməliyik ki, yəni qiymətlər axırda bərabər olsun. Bunu da bu şəkildə tapırıq. Cəmlərinin fərqinə baxıb yarıya bölərək qiymətimizi tapmış oluruq. Bu da D variantında 2-də. Gələk 57-ci suala. Deyir aşağıdakı şəkildə hər bir dairənin içindəki ədəd həmin dairənin altındakı bir-birinə bitişik olan iki dairədə yazılan ədədlərin hasilinə bərabərdir. Buna görə sual işarəsinin yerinə neçə yazılmalıdır? Yaxşı, dairələri belə çəkək özümüz.
Deməli, 3 dənə dairə burada olacaq və 4 dənə dairə də burada olmuş olacaq. Deməli, burada 18 qiyməti qeyd olunub və yuxarısında 9. Aydın məsələ, mən 18-i nəyə vursam 9 alaram? 0,5-ə. Burada aldıq 0,5-i və yaxud da 2-də 1 kimi də düşünə bilərik. Daha sonrasında baxıram, burada da 3 qiyməti var və burada 2 yazılıb. Deməli, 3-ü nəyə vursam mən 2 qiymətini alaram? 3-də 2 qiymətinə. Daha sonra mən burada 2-də 1 ilə 3-də 2-ni bir-birinə vurmalıyam. Aşağıda vuraq belə. 2-də 1 vuraq, 3-də 2, yəni bu 0,5-i yazsaq. 2-lər ixtisar gedir. Burada alınır 3-də 1. Daha sonra 9-u biz 3-də 1-ə vurmalıyıq. Alınır burada 3 qiyməti. 3-də 1-i daha sonra 2-yə vurduqda alınır burada 3-də 2 qiyməti və 3-ü 3-də 2-yə vuranda verir bizə 3-lər ixtisar gedir 2 qiyməti. Və burada bizdən nəyi soruşur? Sual işarəsinin yerində yazılacaq qiymət. Bu da 2A variantında. 58-ci suala baxırıq. Deməli, rəqəmlər var. Deməli, 1-dən 9-a kimi ən böyük qiyməti soruşur. Nə deyir? 9 rəqəmli ən böyük ədədin siniflərindəki rəqəmlərin cəmi bir-birinə bərabərdir. Buna görə bu ədəd milyonluqlar sinifindəki. Aha, baxın, 1-dən 9-a kimi rəqəmləri biz istifadə edəcəyik. 1-dən 9-a kimi rəqəmlərin cəmi bizə verir 45-i. Və biz bu 9 dənə rəqəmi yazan zaman bilirik ki, siniflər, mərtəbələr necə qruplaşır? Üçər-üçər qruplaşır. Və cəmlərin hamısının bərabər olduğunu deyirsə, bu 45-i 3-ə bölürük. Yəni 9 dənə rəqəmdən aydın məsələ ki, 3 dənə artıq biz sinif almış oluruq. Və hər bir sinifin cəmi də verir bizə 15 qiymətini. Yəni hamısı bərabər olur deyə və hamısının toplam cəmi 45-dir. Demək ki, hər bir sinifin rəqəmləri cəmi bizə 15 qiymətini qaytarmalıdır. İndi buna uyğun mən ən böyük qiyməti deyir, düzəldək. Ən böyük qiymət deyirsə, aydın məsələ 9-u ən qabağa qoyacağam. Deməli 9 dənə xanamı qeyd etdim. 9-u qoyuram ən qabağa. Təbii ki, 9-un yanına artıq mən 7 və yaxud da 8-i bunları istifadə edə bilmərəm. Çünki cəm 15 olmalıdır. Yəni 9-un yanında elə qiymətlər qoymalıyam ki, artıq burada məndə mümkün qədər böyük olub, eyni zamanda cəm 15 olsun. Bu da baxıram ki, 9-un yanına 1-dən 9-a kimi istifadə edə biləcəyim və cəm 15 verən 5 ilə elə 1-dir. Ki bunların cəmi sinif üzrə mənə 15-i qaytarır və ən böyük qiymət almış oluruq 9, 951 ilə artıq başlayan bir qiymət başlayır. İndi növbəti yenə burada da və burada da 15-i gözləməklə cəm 15 olmaqla davam eləyirəm, necə ola bilər? Artıq burada 8-dən istifadə edirəm, yenə böyük qiyməti düzəltmək üçün və cəm 15 şərti olursa, 8-in yanına baxıram, istifadə edə biləcəyim böyük nə var? 7-ni qoysam cəm 15 olur və 0-a düşməli olur, amma məndə 0 yoxdur. Ona görə 7-ni istifadə edə bilmərəm mən artıq burada. 7-dən sonra mənim ağlıma gəlir burada nə istifadə edə bilərəm? Baxıram, tutaq ki, 6 istifadə edə bilərəmmi? Yox. Niyə? Çünki mən bura 6-nı qoysam, yanına yenə 1 qoymalıyam ki, cəm mənə 15 qaytarsın. Amma biri artıq istifadə etmişik. Ona görə bir balaca daha kiçiltməyi düşünürəm. 5 istifadə olunduğuna görə artıq üzümü tuturam 4-ə. 4 və burada artıq yanına düşəcək 3 qiyməti. Və sonuncu hissədə də mən yenə 7-ni qoyuram qabağa 700 ilə başlasın deyə, böyük olsun deyə. Və 6 ilə 2 qiymətlərini də yanına yerləşdirirəm. Böyük olması şərtinə görə hər dəfə əlimdəki ən böyük rəqəmi istifadə edirəm. Yəni və yaxud da belə xanalar bir-bir hamısına baxsaq, baxın 9-u artıq burada istifadə elədik. 9-un üzərinə bir xətt çəkdik. Əlimdə 9 yoxdur. 9-un yanına 5 və 1-i də istifadə elədik. İndi artıq burada ikinci qiymətdə baxıram ən böyük əlimdə nə qalmış oldu? 8. 8-i gətirib qoyanda baxıram burada artıq əlimdə qalan qiymətlərdən nəyi 8-in yanına yerləşdirib şərti pozmadan 15 cəmin ala bilərəm. Buradan baxıram ki, 4-dən 3-də bu hal mümkündür. Bu şəkildə əlimdəki qiymətləri yoxlayaraq yerləşdirirəm. İndi məndən nə istəyir? Buna görə həmin ədədin milyonluqlar sinifindəki ədəd neçədir? Təkliklər, minliklər və milyonluqlar. Yəni bura baxmalıyam. Milyonluqlar sinifinə də düşdü nə? 951, yəni D variantı. Keçək növbəti suala. Deməli,
59-cu suala baxırıq. Deməli, şərt oxuyaq. İçini götürür. Deməli, qarşılıqlı sadə ədədlər deyir bizə. Və ən böyük fərq dediyinə görə, əldə etdiyi nəticə ən çox neçə olar dediyinə görə. Onda üzümü tuturam birinci 63-ə. 63 ilə başlayıb, deməli, ə, 63 ilə başlayaq, yoxlayaq. 63 ilə 30-a fikir verək. Qarşılıqlı sadədirmi? Yox. 63 ilə baxıram daha sonra. 33, 35 və 42 qarşılıqlı sadə deyil. Amma 55 sadədir. Və buradan fərq alınır 8. Baxıram 8 variantı yoxdur cavablarda. Sonra baxıram 63-dən sonra ən böyük hansıdır? 55. 55 baxıram bunlar içərisində ən kiçikdən başlayıb müqayisə eləyə gəlirəm. Nə ilə qarşılıqlı sadədir? 42 ilə qarşılıqlı. Burada fərq nə verir mənə? 13 qiymətini. Bundan başqa baxıram ki, 55-dən sonra böyük olan qiymətim 42-dir. 42 ilə qarşılıqlı sadə varmı? Yəni üzü belə deyək, aşağı olan qiymətlərdən yoxdur. Hamısı artıq eyni olmuş olur. Yəni 42 ilə ortaq bölən olmuş olur. 42 şərti pozdu. 42-dən sonra 35-ə baxıram. 33 və 30 ilə qarşılıqlı sadədirmi? 35 33 ilə qarşılıqlı sadə olmuş olur, amma fərq 2-dir. Eyni şəkildə 30 ilə qarşılıqlı sadə olmamasını yoxlayıram. Qarşılıqlı sadə deyil və bu fərqlər içində baxıram ki, elə ən böyük fərqim mənim 13-dür. Yəni B variantında. Yəni neynədik? Bir daha toparlayaq. Ən böyük qiyməti götürdük. Ən böyük qiyməti başladıq ən kiçik qiymətlə bir-bir yoxlamağa ki, qarşılıqlı sadədirmi və fərqinə baxdıq. Bir-bir bu şəkildə bütün qiymətləri yoxlayırıq. Gələk 60-a. Deməli. 60-cı sualda ən uyğun yol variantlarla işləməkdir. Deyir ki, səbətdə olan yumurtalar qeyd olunubdur. Hər ikisindən eyni sayda yumurta götürüləndə qarşılıqlı sadə olur içərisində qalan qiymətlər. Deməli, əgər hər ikisindən ümumilikdə 6 götürülübsə, demək ki, hər birindən ayrılıqda 3 götürülübdür. 48-dən əgər 3 dənə götürsək 45 qalır. 66-dan 3 dənə götürsək 63 qalır. Bunlar qarşılıqlı sadədirmi? Xeyr, deyil. Növbəti qiyməti yoxlayırıq. Növbəti qiymət deməli 10-dur. Əgər ki, mən hər birindən 5 dənə yumurta götürsəm, cəmi 10 yumurta götürmüş olaram. 48-dən 5-ini çıxsaq olur 43, 66-dan 5 yumurta götürsək olur 61. Bunlar qarşılıqlı sadədirmi? Bəli, şərt ödəndi və düzgün cavabımız elə bizim B variantıdır. Eyni formada digərlərini yoxlayırıq. 18 dənədirsə toplam götürülən yumurta sayı. Onda 48-dən 9 çıxırıq, verir 39-u. 66-dan da yenə 9-u çıxdıqda verir bizə 57-ni. Qarşılıqlı sadədirmi? Xeyir, 3-ə bölünür hər ikisi də. Və eyni şəkildə 30-u yoxlayırıq. 48-dən 15 çıxsaq əgər verir bizə 33, 66-dan 15 çıxsaq 51. Qarşılıqlı sadə olan elə 43 ilə 61-dir. Yəni 10 dənə yumurta hər birindən 5 dənə yumurta götürdükdə bu şəkildə şərt ödənmiş olur.